1993-cü ildə xalqın təkidi tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin qarşısında ağır, gərgin, olduqca çətin, həm də şərəfli tarixi vəzifə dururdu. Siyasi anarxiya, iqtisadi xaos, nizamsızlıq ölkəni ağır duruma gətirib çıxarmışdı. Təcrübəli rəhbər ilk növbədə milli ordunun formalaşması və hüquqi dövlət quruculuq yolunda gərgin fəaliyyətə başladı. Amma dünya şöhrətli lider bilirdi ki, iqtisadiyyat həm bütün layihələrin, eyni zamanda beynəlxalq münasibətlərin tənzimlənməsi üçün önəmli şərtdir. Kənd təsərrüfatı sahəsində islahatlar, kolxoz və savxozların ləğvi, aqrar layihələr, özəlləşdirmə prosesləri sürətləndirildi. Sahibkarlığın inkişafına dövlət dəstəyi qabardıldı. Özəl sektora önəm verildi. Və ən əsası 1994-cü il sentyabr ayının 20-sində dünyanın aparıcı neft kampaniyalarının iştirakı ilə əsrin müqaviləsi imzalandı. İlk dəfə Azərbaycan neftinin faydası milli maraqlara, milli inkişaf strategiyasına yönəldi. Bu təkcə iqtisadi faktor olmadı, həm də beynəlxalq münasibətlər sisteminin tənzimlənməsində, gələcək siyasi diplomatik əlaqələrin qurulmasında önəm kəsb etdi. Bəli, qüdrətli diplomat, görkəmli dövlət xadimi, böyük Azərbaycanlı Heydər Əliyevin uzaqgörən siyasətinin, müdrik baxışlarının, iqtisadi metodologiyasının təntənəsi olan əsrin müqaviləsi bugünə kimi həm iqtisadiyyatımıza, həm də beynəlxalq münasibətlərə öz töhfəsini verməkdədir.